gənclər, mən Vəfa Hacızadə, Gənclik Su bugünə olan bir-birindən maraqlı və faydalı xəbərləri ilə qarşınızdayım. Diqqətinizi çatdırmaq istədiyim ilkin xəbər məhz HR sayısı ilə bağlıdır. Belə ki, universiteti yeni bitirən, öyrənməyə həvəsli və gələcəkdə öz peşəsində HR sayısına davam etdirmək istəyən gənclər üçün yeni təcrübə proqramı təşkil olunmuşdur. Və təşkil olunan bu təcrübə proqramı ödənişsiz şəkildə həyata keçiriləcək. Göstərilən tələblərə cavab verən bütün namizədlər öz CV-lərini aşağıda qeyd olunan ünvana mövzu hissəsində təcrübə proqramı yazaraq göndərə bilərlər. Diqqətinizi çatdırmaq istədiyim ikinci xəbər isə Technos təqaüd proqramı çərçivəsində Alberton School haqqındadır. Belə ki, bu təqaüd proqramında 60 nəfər gənc seçilərək İKT sahəsində mükəmməl təhsil alacaqlar. Əgər siz də seçilən 60 nəfər gənclər arasında olmaq istəyirsinizsə, o zaman aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçərək özünüzü sınaya bilərsiniz. Və son olaraq sizə çatdırmaq istədiyim xəbər Kosmik Fond və Kommersiya İnstitutunun bir tərəfdaşlığı ilə qadınlar üçün təşkil olunan 3 aylıq mentorluq proqramı haqqındadır. Belə ki, təşkil olunan bu mentorluq proqramına cəmi 5 iştirakçı qəbul ediləcək və bu 5 iştirakçı peşəkar mentorlarla sessiyalarda və qlobal kosmik sənaye haqqında məlumatlar əldə edəcəklər. Odur ki, siz də burada iştirak etmək istəyirsinizsə və özünüzü sınamaq istəyirsinizsə, aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Bugünə nəzərinizə çatdıracağım xəbərlər bundan ibarət idi. Gələn görüşlərə dək hələlik!